Sənəd verənlərin sayının artması həm də müsabiqə sistemində gərginliyin artmasına gətirib çıxarır. Çünki sıxlıq da əmələ gəlir. Sonra siz bayaq da buyurdunuz ki, bax bu müsabiqə həmişə insanlar arasında özünə məxsus bir temperament də yaradır. Amma hər halda plan yerlərində də bax sizdə artım var. Bəli. Və siz bu ilki müsabiqə vəziyyətini ümumiyyətlə necə görürsünüz və necə formalaşdırmağa cəhd göstərəcəksiniz? Müsabiqə vəziyyəti artıb və artacaqdır. Üçüncü qrupda ola bilsin ki, keçən ilki keçid balına müqayisədə biz görəcəyik ki, üçüncü qrupda hansısa ixtisaslara keçid ballar 3-4 bal artacaqdır. 5 bala qədər artım biz gözləyirik. İkinci ixtisas qrupunda biz bu vəziyyəti görmürük. Birinci ixtisas qrupunda da mənə elə gəlir ki, keçən ilki səviyyədə olacaqdır. Dördüncü ixtisas qrupunda da ola bilsin ki, keçən ilki səviyyədə olacaqdır. Məsələ ondadır ki, indiki ərizə verənlərin sayından yox, bütün imtahan nəticələri elan olunandan sonra biz müqayisə eləyə bilərik ki, müsabiqəyə kim buraxılır? Müsabiqəyə buraxılanlar, bunlar yalnız 200 baldan ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir. Bax, o şəxslərin sayı faktiki olar o müsabiqəyə təsir göstərir. Ərizə verənlərin sayı lap çox da ola bilər, amma müsabiqəyə buraxılmaq üçün gərək həmin o 200 balı iki imtahandan buraxılış və qəbul imtahandan toplam əldə edəsən ki, müsabiqəyə buraxılsın şəxslər. Hələ ki, bizə məlumdur, yalnız dəqiq məlumdur, üçüncü və ikinci qrupun birinci buraxılış imtahanı və birinci cəhdin nəticələri. Dördüncü və birinci qrupun nəticələri bu günlərdə ola bilsin, bugün, ola bilsin, sabah elan olunacaqdır. Və ondan sonra bütün qruplar üzrə bu vəziyyət məlum olacaqdır. Mən bu birinci qrupun vəziyyətini belə görürəm, bu birinci cəhdin nəticəsində ki, burada ikinci qrupun, burada nəticələr elə də çox dəyişməyəcəkdir. Demək, ikinci qrupun nəticələri və üçüncü qrupda isə mən gözləyirəm ki, müsabiqə vəziyyəti artacaqdır. Və üçüncü qrupda mən deyə bilərəm ki, 600 baldan yuxarı bu iki imtahanla birgə deyəndə 1000-ə yaxın şəxs var ki, 600 baldan yuxarı nəticə göstəribdir.